Bizə olunan müraciətlər əsasında yeni sirli və müəmmalı hadisələrin araşdırmasını davam etdiririk. Mövcud hadisələr içərisində bir inanılmaz hadisə diqqətimizi çəkdi. Qonaq gələn ruh. ...2011-ci ildə yenə də inanılmaz bir hadisə yaşandı. O hadisə ki, çoxlarını dəhşətə gətirdi. Hadisəni yaşayan isə Bakı kəndlərindən birinin sakini Zəminə Abbasova idi. Mən 4 uşaq anasıyam. Mən evladımın birini lap körpəlikdə, yəni ən azından 6 yaş olanda itirmişəm. Onu itirsəm də hər dəfə, hər an mənimlədir. Mən onu tez-tez görürəm. Onun mənə olan sevgisi, mənim ona olan sevgim, yəni bizi bir-birimizdən heç vaxt ayıra bilmir. Ən azından o bayram vaxtları daha çox tez-tez gəlir mən onunla görüşürəm, görürəm. Mən onu son dəfə bu oruçlu bayram vaxtında iş yerində olarkən çox, yəni həmin günü çox özümü pis hiss eləyirdim, heç inana bilmədim, sıxılırdım. Bilmirdim ki, o gələcək. Amma hiss eləyirdim ki, harasa məndə ağır bir yük var. Əlim qolum açılmırdı iş görməyə. Həmin gün Zəminə özünü olduqca narahat hiss edirdi. Onun gəlişindən isə xəbərsiz idi. Bəs gəlişi gözlənilməyən qonaq kim idi? Zəminənin durumu restoran müdirəsinin gözündən yayınmır və o, Zəminəni çağıraraq nə baş verdiyini soruşur. Mən bu restoranın müdirəsiyəm. Zəminə xanım mənim işçimdə, afisant işləyir. Çox sərgəli xanımdır, işgüzar xanımdır, deyib güləndim. Bu gün işə gələndə gördüm Zəminə xanımın keyfi yoxdur, səliqəsizlikdir. Mən onu çağırdım yanıma. Dedim, sənə nə olub, niyə beləsən? Dedi, özümü pis hiss eləyirəm. Restoranda çalışan müğənni qışqırıq səsi eşidir. O, mətbəxə çatanda Zəminənin yerdə çabaladığını görür. Deməli, orucluq ayı idi. Mən gəldim çalışdığım restorana, yəni ki, həmin restoranda mən müğənni kimi fəaliyyət göstərirəm. Və gəldim, müdiriyyətlə salamlaşdım və Mehriban xanımla. Həmçinin orada bir işçi var, Zəminə xanım. Yəni, həmin xanımın da xətrini çox istəyirəm. Həmişə Mehriban, gülərüz olurdu. Həmişə hal əhval tuturdu ki, Həmid müəllim necəsiniz, nə var, nə yox, hansı yeni mahnınız var, dinləmək istəyirdi. Mənim belə deyim də pərəstişkarım idi. Və elə oldu ki, ancaq hiss elədim ki, bu səfər həmin xanım tam başqa cürə özünü hiss edir. Yəni ki, həmin xanımı mən tanıya bilmədim.
çox özünü qeyri-adi aparırdı, halsız idi. Nəysə mən əyləşdim, oturdum və üstündən bir neçə dəqiqə keçəndən sonra səs eşitdim, qışqırıq səsi. Və əlbəttə ki, cumdum mətbəx tərəfə, qaçdım və gördüm ki, Zəminə xanım artıq yerdə uzanıb çapalayır. Və çapalayır, biz özümüzü itirdik, əlbəttə ki, hər kəs çox həyəcanlı idi, qorxu keçirdi. Bu olayın şahidlərindən biri də həmin restoranda çalışan kebabçı idi. O da Zəminənin bu halından agah idi. Səhər-səhər gəldik iftar süfrəsi hazırlamağa, sifarişimiz var idi. Mən özüm də kebabçıyam. Zəminə özün pis hiss eləyirdi. Gəldi, mənim yanımda yıxıldı. Yıxıldı yanımda, çıxartdıq çölə. Çöldə gördüm ki, nəsə öz-özünə danışır. Restoranın həyətində qəribə məqamlar yaşanırdı. Demək olar ki, hər kəs Zəminənin havalandığı qənaətində idi. Zəminə yıxılmışdı və restoranda olanların qənaətincə onun başı zədələndiyindən gözünə qara basmalar görünürdü. Amma əsl gerçək tam başqa bir şeydən xəbər verir. Anlamırdıq ki, nə baş verir. Zəminə xanım sanki kiminləsə söhbət edirdi, balam deyirdi, Rəvan, gəl yanıma, əlini uzat mənə. Yəni biz dedik, bəlkə ola bilsə yıxılıb, yəni ki, beyni dəyib, zədələnib, ona görə bu gözünə hansısa görüntülər görsənir. Sonradan anladıq ki, yəni bu xanımı bəlkə biz keçirək digər bir otağa, sakitləşsin, uzandıraq. Əmin xanımı götürüb apardıq digər bir otağa, xanım uzandı və istədik ki, təklikdə qalsın, o uzansın. Mənim balam. Sənə nə olub Zəminə? Nə olub sənə? Nə olub sənə? Rəvanım gəlmişdi. Gəlmişdi? Rəvan gəlmişdi. Bizə qəşəngləşmişdi. Ağ paltarda, arxasında qanatları da elə gözəlləşmişdi ki. Benim baxımım. O qədər gözəlləşmişdi bana. Nə qədər dedim, aparmadı, aparmadı Rəvan. Yanında o qədər uşaqlar var idi ki. Hamısı bir-birindən gözəl. Dedi, ana, bugün bayramdır. Aş istəyirəm. Öz qazancından mənə bir boşqam aş gelir. Mən sənin qazancını yemək istəyirəm. Balam mənim. Balam. Uzan biraz deyəcəksən. Mənim balam. Təqib mənə dedi, ana. Sənin yerin deyil ona. Nə qədər bir balam mən aparmadım. Mənim balam necə bir gözəldir. Necə də böyümüş. Zəminənin sakitləşməsi üçün onu başqa bir otağa aparırlar. Amma müəyyən bir vaxt keçdikdən sonra o ayılır və qəribə bir hadisədən danışmağa başlayır. Elə bu səbəbdən restoranın müdirəsi təcili tibbi yardıma müraciət etmək qərarına gəlir.
Mən təcili yardımı çağırdım. Təcili yardım gəldi. Həkimlər baxdılar, dedilər, bizlik deyil. Bunlar gedəndən sonra dedim, qoyun istirahət eləsin. Uzandı otaqda, biz çıxdıq çölə. Biz pəncərədən baxanda gördük ki, sanki o oğlunu qucaqlayıb, oğlu ilə yatıb. Mən də fikirləşdim ki, dedim, birdən başı yerə dəyib, bəlkə ona görə öz-özünə danışır. Sonra baxdım, görüm, əlini açır belə, nəyəsə qucaqlayır, danışır öz-özünə. Həkim də çağırdı, gəldi, həkim də baxdı, həkim dedi ki, bizlik deyil, nəsə başqa cür. Müəmmalı hadisəni yaşayan Zəminə özü bu haqda belə söylədi. Mən işə həmişə erkəndən başlayırdım, işlərimi görürdüm. Amma həmin günü məni bütün yuxu aparırdı. Yəni, nə qədər çalışırdımsa, ancaq canım ağrıyırdı, iş girə bilmirdim. İş yerində, yəni müdirəmiz bizim gələrkən, mən məcburiyyət qarşısında başladım işləri görməyə, amma həqiqətən özümdə deyildim. Çox keçmədi, birdən-birə elə bil ki, sanki mənim üstümə ağır bir yük gəldi. Gözümün önündən getmədi mənim oğlum. Mən onunla elə bir təmasda olurdum ki, yəni onu mən heç kəsi görə bilmirdim. Bəlkə də qıraqdan baxanlar mənə başqa cür münasibət bəsləyirdilər. Bəlkə də elə başa düşmüşdülər ki, mən ya özümdən getmişəm, ya başıma hava gəlir. Başqa münasibətlər ola bilərdi. Çünki mən bunu ayrılandan sonra dərk eləmişdim. Mən heç kimi inandıra bilmirdim. Mən doğrudan oğlumdan idim. O elə bir vəziyyətdə gəlmişdi ki, mənim yanıma. Təbii, sırf onun iyisini hiss edirdim. Yəni, sırf onun iyisini hiss edirdim. O mənimlə idi. Heç kəslə təmasda ola bilmirdim. Ancaq Rəvanla idim, oğlumla idim. Belə ki, Zəminənin çoxdandır ki, dünyasını dəyişmiş oğlu Rəvan onun yanına gəlmişdi. Hadisəyə Zəminənin dedikləri ilə yanaşsaq, ən xırda məqamları ilə belə bu təmasın gerçəkdən yaşandığına inanmaq mümkündür. Amma ilk öncə bizim üçün nüfuzlu psixoloqların rəyi vacibdir. Çünki onların bu hadisəyə yanaşması bizim üçün dolğun rəyin formalaşmasına şərait yaradacaqdır. Burada məlumat olan hadisə haqqında mən psixoloq kimi, psixiatr kimi nə deyə bilərəm? Qadın çox böyük stres keçirir. Elə stresli ki, onun qarşısını almaq qeyri-mümkündür. Bu adam uşağını itirir. Hadisə necə olub? Yəqin ki, məlumdur hamıya. Yoldaşından ayrılıb. Bu hadisədən də əvvəl ailədə 4 uşaq var. Çox psixoloji, ağır həyat sürürlər. Bu hadisənin nəticəsində də ailə dağılıb. Həm uşağını itirib, həm ailəsi dağılıb. İndi o kiçik uşaqları saxlamaq üçün bütün ailə yükü onun üstünə düşüb. Sözsüz bu adamda bir neçə zərbə tökülür. Bu zərbənin altında davam etmək lazımdır. Bu hər adamın işi deyil. Bunun nəticəsində insanın sinir sistemi pozula bilər. Streslər olur, ani streslər və olur xroniki. Bu qadında xroniki stres keçirir bu adam. Psixiatrın rəyinə görə Zəminə xroniki stres keçirmişdi. Buna isə səbəb Zəminənin oğlunu itirməsi, həyat yoldaşı ilə ayrılması və digər başqa faktlar idi. Qəribə səslənən isə o idi ki, Ramazan bayramında Zəminənin görüşünə gəlmiş oğlu tamlığı ilə dünyasının dəyişməmişdən əvvəlki görünüşdə idi və o, həmişə istədiyi yeməyi anasından bişirməsini tələb edirdi. Maraqlısı isə o idi ki, bu hadisə Ramazan ayında baş vermişdi. Onun alnında olan o çaplı izi, hamısı öz yerində idi. Bayram günü idi. O məndən nə istəyirdi? Mənlə görüşdü. Onun yanına geçməsini istədim. Dili ilə. Bunların hamısını qulağımla eşidirdim. Çox təbii hal idi. Mənə ora getməyimə icazə vermədi. Dedi, sənin hələ vaxtın deyil ana.
sənin yerin deyil. Mənim evdə bacı qardaşlarım var, sən onlara baxmalısan. Mən çox xoşbəxtəm dedi. Yanımdakı uşaqlarla da çox yaxşı dolanırıq, hər şeyimiz var, yeyirik, içirik, gülürük, danışırıq. Bir səndən nigaranam, amma bugün dedi, ana bayram günüdür. İstəyirəm ki, sənə mən öz istədiyim, ən çox istədiyim aş, yəni o həmişə onun sağlığında, o biz cücəni kəsəndə, kəndi yeri idi, həyət yeri idi, o toyuğun həmişə bu hissəsini sevirdi, onu istəyirdi. Mənə belə bir xahiş elədi, heç nə istəmirəm, işləyirsən, öz qazancından mənə bir dənə aş təmin ediləcək, amma mənim payımı qırağa qoy, mən onu yeyəcəm, amma uşaqlarla gələcəm. Restoranın işçisi də bu hadisə haqqında danışdı. O da hadisənin demək olar ki, bütün məqamlarını təsdiqlənmiş oldu. Zəminə sonra özünə gələndən sonra Mehribana deyirdi ki, mən sizdən icazə alıb getmişdim yatmağa. Mehriban sonra ona başa salırdı ki, Zəminə de görüm, axı sən oğlunla danışırdın, belə oldu, belə oldu. Zəminə dedi ki, hə, mən oğlum gəlmişdi, ruh paltarında, mələk idi, qənətləri vardı. Ondan sonra Zəminə dedi ki, oğlum məndən aş istədi. Zəminə özünə gəldikdən sonra baş verənləri danışmağa başlayır və o, oğlunun istəyi ilə onun arzuladığı aşı bişirmək qərarına gəlir. Bir müddət keçəndən sonra artıq gördük ki, özünə gəldi. Yəni, yaxınlaşdı bizə, dedi ki, bəs mən oğlumla söhbət elədim, oğlum məndən aş istəyir. Onun ən sevimli yeməyi aş idi. Xahiş edirəm, öz qazandığım maaşdan buyurun, neçə manatsa pul da sayılı verdi ki, aş pişirin. Yəni, o onun istəyi idi. Yenidən psixoloqa müraciət etdik. Onun dedikləri olduqca böyük bir marağa səbəb oldu. Arzuları həyata da keçirə bilmir. Nə arzuları? Uşağın istədiyi kimi təmin eləmək, normal həyat davam etmək. Gecə-gündüz işləyir, əziyyət çəkir, sözsüz yuxusuz qalır, həyəcanlanır. Uşaqları tərbiyə eləmək də çətin deyil, asan deyil, çox böyük çətin işdir. Buna görə də bu qadın periodik olaraq ritmləri dəyişirərək psixoloji dəyişikliklər keçirdir, streslər keçirdir. Hadisə olan hadisəni xəyalında təkrarlandırır. O qorxulu həyatı keçirir gözünün qabağında. Eyni zamanda da bu qəbul edə bilmir özünü. Qəbul edə bilmir ki, bu uşaq sağ deyil. Psixoloqun dediklərinə görə Zəminə oğlunun ölümünü qəbul edə bilmir və o, onu hər zaman öz yanında görür. Düzü, mən ondan ayrılmaq istəmirdim. Ancaq və ancaq onunla danışmaq, yəni o hər bir istəyini, hər bir arzularını mənlə bölüşür. Çox zamanlar o namaz vaxtları gəlir mənim yanıma. Yəni mən hərdən özüm də məhdəl qalıram. O an gələndə həmişə mən Rəvandan bir kontakt tuturam. O ayrıla bilmir. Yəni onu doğrudan da daxilən görürəm. Bəlkə də məni eşidənlər, dinləyənlər, baxanlar elə bilər ki, bunlar hamısı yəni yalan, möcüzə yox. Mən doğrudan da onunla, öz balamla həmişə çox tez-tez görüşürəm. Yanımda hiss edirəm. Zəminənin dünyasını dəyişmiş oğlu tez-tez onun görüşünə gəlir və ən əsası odur ki,
hər dəfə arzu və istəklərini anası ilə bölüşür. Elə oldu ki, onlar sağ olsunlar gətirdilər, kömək elədilər, amma aşı özüm yox, bizim müdirəmiz dəmlədi. Bayram axşamı hamımız yığıldıq süfrəyə. Mən ilk dəfə olaraq bir boş qabda onun üçün pay götürdüm, öz istədiyi payı götürdüm. Həmin toyuğun hansı hissəsini sevirdisə, onu bir də düyün. Mən heç özümdə deyildim. Bəlkə də mənə hamı əzizləyirdi, hamı nəvaziş göstərirdi. Çalışırdılar ki, məni güldürsünlər. Mən bir də çox şən idim, amma o günü nə qədər çalışırdımsa, nə qədər çalışırdılarsa, yəni ondan ayrıla bilmirdim. Bunu heç kim bilə bilməzdi, bunu yalnız ana hisslərim. Zəminə oğlunun istədiyini yerinə yetirir. Çoxlarına bu gülməli görünsə də, o analıq borcunu yerinə yetirdiyi üçün xoşbəxt idi. Mən süfrəyə oturanda mənim anam zəng elədi. Mən həmişə dərdimi anamla bölüşürəm və o da bilir ki, mən Rəvanla çox zaman bir yerdə oluram. Hiss edirəm, o da hiss edirdi. Artıq uzaq idi mən öz evimizdən. Çünki mən uşaqlarımın dolanmağı üçün qazanc dalınca gəlmişdim. Gecə-gündüz ancaq onların çörək pulu üçün qazanıram, çalışırdım. Anam zəng elədi, bayramımı təbrik elədi. Mən ona dedim ki, bəs belə-belə ana Rəvan gəlmişdi. Mənim aş istəyir, plov istəyir. Mən onun payını qoymuşam qırağa. Anam çox pis oldu və onun qəbir üstə ziyarətinə getdiyini dedi. Mən çünki artıq uzaqdaydım deyə gedə bilmədim. Məndən xahiş elədi ki, qızım, gedərsən o toyuğun üstündəki əti bəlkə sən yeyəsən. Onun ruhu şad olsun, yəni ona da halal olsun. Dedim, ana, axı o özü dili ilə istədi ki, mənim payımı ver, yəni mən bu hissəni və aşı mən gəlib yeyəcəm. Düzü, anamın sözü hardasa məni tərpətdi. Elə boşqab əlində, qaşıq əlində, yəni uşaqlar da hamısı məhvəl qaldı ki, yəni nə oldu sənə? Dedim, bəs anam belə-belə deyir. Heç üstündən bir yarım saat keçməmişdi, bir saat keçməmişdi. Artıq şər qarışırdı. Durdum ki, əti götürəm, doğurdum da. Bu mənim üçün möcüzə deyil, mən onunla çox oluram. Amma uşaqlar heç kim inanmadı. Artıq Rəvan boşqabda heç nə qalmamışdı. Nə ət, nə də düyü. Yalnız bir gilə, bir dənə düyü qalmışdı o boşqabda. Onun dedikləri həqiqətən inanılmaz idi. Gözə görünməyən varlıq və ya sadə dillə desək, ölmüş bir insanın ruhu gerçək həyatla tam təmasda idi. Mən həqiqətən çox pis oldum. Yəni, həm sevindim ki, mənim balam, həmin günü mənim balam öz istədiyinə çatıb. Mən haradasa ona istədiyini verdim, onu yedi. Amma mən heç cür yanımdakiləri inandıra bilmədim. Hələ bir cür. Onlar gördülər, o möcüzəni gördülər. Çünki onların yanlarında hər şeyi qoymuşdum. Onlar hamı şahid idilər. Bayram qutarana qədər mən yenə də deyim, özümə gələ bilmirdim. Yenə də Rəvanlanam. Ta bugünə qədər o mənim yanımdan getmir. Yuxumdan yox, xəyalımdan yox, yalnız özü ilə. Mən öz oğlumla həmişə bir yerdəyəm. Əsas məqam odur ki, bu hadisənin gerçək şahidləri var və onlar da bu hadisəni təsdiqləyirlər. Yenidən psixoloqa müraciət etdik. Çünki onun dedikləri araşdırmamızın əsas hissələrindən birini təşkil edirdi. İtirdiyi uşaq sağ sayır. Ona görə də onun gözü yuxuda da o gözündə görünə bilər cürbəcür. Çünki o xəyalla yaxın. İnsanların yuxusu həyatda nə hadisələr olur, onun fraqmentlərindən ibarətdir. Ola bilməz ki, həyatda olmayan şey gəlib adamın yuxusuna girsin. Bir fraqment, bir cüzi, bir söz, səs, musiqi, nəsə olur, o kaleidoskop kimi dəyişilmiş formada gəlir adamın yuxusuna girir. Ona görə də bu uşağın dəyişilmiş formada, mələk formasında, normal adam forması bu yuxusuna gələ bilər. Bu normal vəziyyətdir. Lakin bu ayıq vəziyyətdə bu uşağı görmək olanda, deməli bunun sinir sistemi ani, bir neçə saatlıq, bir neçə günlük elə pozula bilər ki, yəni mən həkim kimi bunu izah edirəm. Bu
gözünün qabağında real həyatda da bu görünə bilər. Və onun səsində eşidə bilər, onu hiss eləyə bilər, tumarlaya da bilər, onunla danışa da bilər. Bu vəziyyətlər olur. Hətta bu insanlarda o vəziyyət gəlir ki, biz həkimlər deyirik buna psixoloji fantaziya, isterik fantaziya deyirik. Bəs görəsən, isterik fantaziya durumunda olan insan hansı şəraitdə normal vəziyyətdə olan bir insan olaraq həyat sürə bilər? Bu insan real həyatda bu psixoloji həyatı yaşayır, ona inanır. Sözsüz, bu sakit olandan sonra, ümumiyyətlə sakitçi dərmanlar qəbul edildən sonra, öz problemləri düzələndən sonra, ümidi olandan sonra bu vəziyyətlər bundan keçib eləyəcək. Bu insan işləyə də bilər, uşaqlarını saxlaya da bilər, real həyata qayıda bilər. Hər şeyin yaxşı məlhəmi zamandır. Sözsüz, ətrafdakı insanlar, onun dostları, tanışları, qohumları, iş yoldaşları ona kömək eləsə, zaman-zaman, vaxt keçə-keçə bu vəziyyətdən bu qadın çıxa biləcək. Biz hadisənin dərindən araşdırmağı üçün yenidən şahidlərin şərhinə ehtiyac duyduq. Yəni ki, gördük yenə siması dəyişdi bu xanımın. Yaxınlaşdı bizə, qabda heç bir şey qalmamışdı. Yəni ki, həmin açdığın əsər əlamət. Ət də yeyilmişdi, düyülər də yeyilmişdi və sadəcə bir dənə düyü qalmışdı qabda. Yəni ki, bu, mən onda anladım ki, həqiqətən də bu bir möcüzə imiş. Sanki Rəvan balamızın ruhu gəlib, yəni ki, o aşı yeymişdi də, yəni belə demək olarsa. Elə oldu ki, gətirdi həmin qabı bizə göstərəni, biz hər kəs içində belə bir şok keçirdi. Yəni ki, ancaq mən artıq o gündən sonra inandım ki, həqiqətən də möcüzə var və mən bunun şahidi olmasaydım, heç bir zaman belə bir şeylərə inanmazdım. Ancaq həqiqətən də gördük ki, əgər qab uzaqda olsaydı kənarda, biz şübhələnərdik ki, kimsə götürüb boşaldı və yaxud da yeyib, ancaq həmin qab bizim gözümüzün qabağında oldu, yəni çox yaxın bir məsafədə olub. O məsafəyə də heç kəs yaxınlaşmayıb həmin qaba. Zəminə durdu ki, aşağı baxsın, gördü ki, aş yoxdur orada, yeyilmişdi. Bu belə görülməyən şeydir. Zəminə xanım başına gələn hadisəni telefonda anasına danışdı. Anası dedi ki, sən dur, aşın üstündəki əti sən ye, qalanı, düyünü qoy sənin oğlun yesin, oğlun ruhu şad olar. Zəminə xanım getdi ki, əti götürməyə, bir də gördüm heyrətlə qışqırdı ki, aş da yoxdur, ət də yoxdur, bircə dənə düyü qalmışdı. Biz çox heyrətə gəldik hamımız, şoka düşdük. Bunu mənə kimsə danışsaydı, mən inanmazdım. Mən bu hadisəni gözümlə gördüm, inanılmazdı. Şahidlərin və eləcə də psixoloqun bu hadisəni təsdiqləməsi, bu hadisənin gerçəkdən də yaşandığına işarə edir. Amma görəsən, ekstrasens bu hadisə haqqında nə deyəcək? Bu olayın gerçəkdən də yaşandığını təsdiqləyəcəkmi? Dörd uşağımız var. Biri rəhmətə gedir. Qəza ilə olmuş bir hadisə. Yaxın bir insan tərəfindən vurulmuş. Beyin nahiyəsindən olmuş bir şeydir, zərbə. Yara hiss edirəm sağ tərəfdə. Elə bu səbəbdən onu həmin məkana aparmaq qərarına gəlindi və o, hadisənin yaşamış olan zəminə ilə üz-üzə qoyuldu. Ekstrasensin ona dedikləri
inanılmaz idi. Uşağın ruhu ilə bir növ ünsiyyət hiss edirəm. Sizin ətrafınızdadır hal-hazırda da. Altı rəqəmin görürəm, yaşıdımı, 6 il bundan qabaq mı olub, bu rəqəm 6 rəqəm gəlir gözümə. Oğlan uşaq olub. R ilə başlayan bir ad. Adın olub? Rəvan. Çox yaxın, sizə çox yaxın, elə də uşağa hədsiz dərəcədə yaxın olan bir insanın əlindən çıxmış bir qəzadır. Atılıbmı, vurulubmu belə bir şey. Ekstrasensin dedikləri demək olar ki, Zəminənin dedikləri ilə üst-üstə düşdü. Bəs daha başqa bilmədiyimiz nə var idi? Səhv etmirəmsə atasıdır. Səhv etmirəmsə. Atası. Qəza ilə olmuş bir hadisədir. Hal-hazırda da hətta deyim ki, o insan heç ailəsinə baxmayıb, ailəsinə biganə çıxıb. İçki olub həyatında. Mənim balam öldürdü. Ayrı yaşayırsa o insanlar. Uşaqlarına da baxır. Baş vermiş qəzadan danışan ekstrasens Zəminəni şoka saldı. Onun dedikləri o qədər gerçək idi ki, Zəminə göz yaşlarını saxlaya bilmirdi. Qəzadır. Vurmuşdu onu. Filmizine baktığı yerde. Vurdu. Babamı vurdu. Başımdan qəza aldı. Hiçbir hekimin köməyi olmadı. Benim babam. Devamlı. O uşağın, ölən uşağın bir qurbanlığı olur. Gücüm yoktu. Hatırlatırlar. Həm də bir dəfə də ölümdən dönüb. Belə bir hadisə baş verir. Qorxu içində yaşayırdıq evdə. Hər dəfə məni vuranda mənim qarşıma Rəvan çıxırdı. Məni də çox incidirdi. Məni öldürsəydi yaxşıydı. Balam getdi. Ata da öz balasına qəsd eləyər. Az keçmədi ki, ekstrasensin dediklərindən Zəminə huşunu itirir. Xəyallarına qapanmış Zəminə dəhşətli keçmişi ilə üz-üzə idi. Elə bu səbəbdən də halı pisləşən Zəminə təcili xəstəxanaya çatdırılır və müəyyən bir vaxtdan sonra klinikada müalicəsi davam etdirilir. Hadisə yerinə gəlməmişdən əvvəl ekstrasensin şərhinə öncədən nəzər salmaq qənaətinə gəlinmişdi.
Bir ruh görürəm ki, Zəminə xanımın ətrafında gəzir. Balaca boy, az saçlı, sarışın bir oğlandır. Səhv etmirəmsə, oğludur. Adı R ilə başlayan bir addır. R ilə. Ekstrasensiz Zəminə ilə görüşdürməmişdən öncə ona Zəminənin fotoşəkli verilmişdi. Bu ondan ötəri idi ki, o qadının başına gəlmiş hadisəyə şərh verə bilsin. Ölümün səbəbi qəzadır. Xoşa gəlməz hal, belə deyək. Bir növ baş istiqamətlərindən alınan bir zərbə ilə olmuş bir ölüm olur. Çox yaxın bir insan tərəfindən olunubdur. Amma onu deyim, qəsdən olunma bir şey deyil. Qəsdən olmayıb hadisə. Təsadüfi olma bir hadisədir. Ekstrasens heç kimə məlum olmayan bir məqamdan danışmağa başladı. O məqam ki, Zəminə üçün gözlənilməz idi. Bir yaşlı bir xanım görürəm ki, saça hardasa çiynindən aşağı, orta boylu bir xanımdır. Səhv etmirəmsə, Zəminə xanımın anasıdır. Heç anası Zəminə xanıma inanmır. Qısaca onu biz necə güya ki başa düşdüyünü deyir. Amma heç Zəminənin anası belə onu başa düşmür. Yəni ki, bu hadisənin gerçək olduğuna inanmır. Son sözü hadisənin əsas qəhrəmanı olan Zəminə deyəcək. Övladını itirmiş bir ana olaraq onun dedikləri hər kəsin ürəyini sızlatdı. Bəlkə kimlərsə elə düşünər ki, mənim başıma hava gəlir. Bəlkə elə düşünərlər ki, mən dəli olmuşam. Yox, belə deyil. Doğrudan da mənim dərdimə yalnız evladını itirmiş analar şərik ola bilər. Yalnız onlar. Evlad itirmiş analar, onsuz da hər dəfə onlar öz evladları inanır. Amma mən doğrudan da öz rəvanımı, öz oğlumu yalnız yuxularda deyil, həqiqətən öz ruhumla, öz yanımda hiss edirəm. Bütün sirli və inanılmaz hekayələr kimi bu hekayənin də sonu var. Amma təəssüf ki, hər hekayənin sonu nikbinliklə bitmir. Biz isə yenə də sirli və müəmmalı hadisələrin axtarışındayıq. Bizə rast gələn bütün yeni hadisələrin araşdırmasını davam etdiririk. Məqsədimiz bəlli, hədəfimiz bəllidir.